Bismillahirrahmanirrahim. Bugünkü mövzumuz və bəhsimiz dini mövzuların davamını gətirəcəyik. Mövzumuzun bugünkü söhbəti gələcəkdə də inşallah İmam Rıza əleyhissalamın mövzusu gəlir, yəni yaxınlaşır. Yəni arzusu təxminən ayın 29-u, aprelin 29-u 11 zilqədə hicri qəməri təqvimi ilə 11 zilqədə gələcəkdə gələn İmam Rıza əleyhissalamın mövludu münasibəti ilə də sizləri də təbrik edirəm. Yəni bütün əhl-i beyt sevənləri və müsəlmanları təbrik edirəm. Elə mövzumuz da bugün İmam Rıza əleyhissalamdan olacaq. İmam Rıza əleyhissalam qərib bir imam idi. Yəni imamlığı, yəni doğulduğu şəhər başqa yer, dəfn olunduğu şəhər başqa yer, yəni İran və yaxud başqa ərazilər. Bizim mövzumuz və bəhsimiz, söhbətimiz və biz nə məxrəcə gəldik, həm də biz İmam Rıza əleyhissalamdan da hədislər deyəcəyik. İnşallah keçək hədislərimizə. Və keçək hədislərimizə. İmam Rıza əleyhissalam bir hədisi var ki, İmam Rıza əleyhissalam buyurmuşdur ki, İmam Rıza əleyhissalamdan bir hədis inşallah mən sizə deyəcəm. Mövluda gəlir qarşıdan. Mən sizi bununla təbrik edirəm. 29 zilqədə, yox, 11 zilqədə, 29 aprel İmam Rıza'nın mövlududur. Mən İmam Rıza'dan bir hədis inşallah tapım və sizlərə deyəcəm. Və İmam Rıza'dan da bir hədis inşallah deyim. İmam Həzrəti Ali Riza İbn Musa əleyhissalam buyurmuşdur ki, paxılın rahatlığı həsəd aparanın, paxılın rahatlığı həsəd aparanın, xoş güzaranı, şahın vəfası, yalancının da icilliyi olmaz. Yəni paxılın rahatlığı olmaz. Rahatlığı. Həsəd aparanın xoş güzaranı olmaz. Şahın vəfası, yalancının da icidliyi olmaz. Yəni bir yalancının icidliyi olmaz. İcid olmaz da bir yalancı o qədər yalandan danışır ki, bunun icidliyi olmaz. Şahın da ki vəfası olmaz. Şahın, yəni bir şahın vəfası olmazaq, şahın vəfası olmur. Paxılın rahatlığı həsəd aparanın xoşgüzaranı olmaz. Bir insan gözü qalıb elə ondan, yəni həsədin başqa növləri də var. Yəni biri var ki, baxasan, həsəd aparasan ki, yəni gözəl əməl eləyir, namaz qılır, mən də o namazdan qıla bilərəm. Yəni bir var belə həsəd aparmaq. Bir də var ki, onda qalıb, yəni kim belə maşın aldı, mən də belə maşın alacağam. Kim və yaxud nə bilim nəsə aldı, mən də gedib almalıyam. Kim və yaxud nəsə elədi, mən də gedib elə. Buna belə baxırsan ki, deyir, niyə belə? Yəni gözün qalıb da onda bunda belə bir şey. Bunun xoşgüzaranı olmaz. İmam Rıza əleyhissalamın bu hədisi. İndi keçək başqa İmam Rıza'nın hədisinə. İmam Həzrəti Ali Riza İbn Musa əleyhissalam buyurmuşdur ki, ən yaxşı mal odur ki, abrı qorusun. Ən yaxşı mal odur ki, yaxşı mal odur ki, abrı qorusun, abrın getməsin. O maldan.
8-ci İmam Həzrəti Əli Riza İbni Musa əleyhissalam buyurmuşdur ki, ağlın ən üstün mərtəbəsi, ağlın ən üstün mərtəbəsi, ağlın ən üstün mərtəbəsi insanın öz nəfsini tanımasıdır. Ağlın, yəni ən üstün mərtəbəsi, yəni sən ağlı tanımaq istəyirsənsə, insan öz nəfsini tanır. Mənim nəfsim budur. Mən öz nəfsimdən və yaxud şikayət edirəm. Mənim nəfsim budur. Mənim nəfsim min dənə işləklər, min dənə şeyləri bizə məsəl üçün deyir, məsələn, öz nəfsini tanıyırsansa, sənin ağlın üstündür. Ən üstün mərtəbəsi insan öz nəfsini tanımalıdır, tanımasıdır. Yəni hədis bunu izah eləmək istəyir. İndi keçək İmam Rızanın bir hədisinə də. 8-ci İmam Həzrət Əli Riza İbni Musa əleyhissalam buyurmuşdur ki, 7 şey olmadan 7 şeyi etmək özünə salmaqdır. Özünü 7 şey olmadan 7 şeyi etmək, 7 şey olmadan 7 şeyi etmək özünü ələ salmaqdır. 7 şey olmadan 7 şeyi etmək özünü ələ salmaqdır. 1. Hər kim ürəkdən peşman olmadan, hər kim ürəkdən peşman olmadan dili ilə bağışlamağını dilərsə, özünü ələ salmışdır. Bir insan ki, hər kim ürəkdən peşman olmadan, yəni ürəkdən peşmançılıq hissi gəlmirsə, elə belə üzə gəlib deyirsən ki, bağışlayırsan, bağışlamaq diləyirsənsə, özünü ələ salsan. Bax, beləncə bir şeydə. Yəni insan, bu başa düşürsünüz da, hər bir insan, yəni hər bir insan peşmançılıq hissini bəzi adamlar yaşayıb da, yəni bunu bilir. 2. Hər kim Allahdan tövfiq istəsə, amma ciddiyyət göstərməsə, Allahdan tövfiq istəsə, amma ciddi olmaq, ciddiyyət göstərməsə, özünü ələ salmışdır. 3. Hər kim ehtiyatlı olmaq istəsə, amma müğayət olmasa, biz deyirik, hər kim məsələn ehtiyatlı olmaq istəsə, amma müğayət biz deyirik, məsələn, özündən müğayət, yəni özünə fikir ver də, yəni müğayətdə, yəni bunu başa düşdüyünüzdə deyirik kimlə, özünə müğayət ol. Hər kim ehtiyatlı olmaq istəsə, amma müğayət olmazsa, özünü ələ salmışdır. 4. Hər kim Allahdan beşiş istəsə, amma çətinliklərdə səbri olmasa, hər kim Allahdan beşiş istəsə, amma çətinliklərə, hər kim Allahdan beşiş istəsə, amma çətinliklərdə səbri olmasa, özünü ələ salmışdır. Yəni gəlin mən bunu sizə izah edeyim da. Hər kim Allahdan behişt istəsə və çətin vaxtı səbri olmasa, çətin vaxtlarda səbri olmasa, özünü ələ salmışdır. Yəni orada dediyi sözdə özünü ələ salmışdı da. Mən Allahdan məsəl üçün behişt istəyirəm, amma səbrim yoxdur çətinliklərdə. Yəni sən onu elə əvvəldən fikrə salanda ki, mən belə olum, behişt istəyirəm Allahdan. Sən elə orada özünü elə ələ salmışdın ki, belə. Yəni belə. 5. Hər kim cəhənnəmdən Allaha pənah aparsa, amma hər kim cəhənnəmdən Allaha pənah aparsa, amma dünyəvi ləzzətləri tərk etməsə, özünü ələ salmışdır. Hər kim cəhənnəmdən Allaha pənah aparırsan və amma
Amma dünyəvi ləzzətləri tərk etməsə, dünyəvi işlərin, dünyəvi ləzzətləri tərk etməsə, özünü ələ salmışdır. Yəni o pənah aparanma işin əvvəlində. Yəni bu yaxşı sözümün dəyişik kimi. 6. 6. Hər kim Allahı zikr etsə, lakin qəlbi ilə onu sevməsə, hər kim Allahı zikr etsə, hər kim Allahı zikr etsə, lakin qəlbi ilə onu sevməsə, Allahı məsələn zikr eləyirsən, yəni yada salırsan, zikr eləyirsən, amma qəlbi ilə onu sevməsə, özünü ələ salmışdır. Bir insan ki, yalnız zikr eləyir, dua, yada salır eləyir, amma onun qəlbi ona sevməsən, özü ələ salmısan zikr eləyəndə. Yəni qəlbdən deyildi bu. Yəni qəlbdən deyildi. Yəni ələ salırsan da özü. Yəni yəqin ki siz bunu başa düşürsünüz də. Yəni axırıncını da deyim, hər kim Allaha eşqini bildirmək istəsə, lakin ona qovuşmağa aşiq olmasa, özünü ələ salmışdır. Hər kim Allaha eşqini bildirmək istəsə, Allaha eşqim var, məhəbbətim var, lakin ona qovuşmağa aşiq olmasa, yəni ona çatmağa da ölüb gedib. Məsələn üçün ona qiyamətdə ona aşiq olmasa, lakin ona qovuşmağa, məsələn ona aşiq olmasa həmin şeyə. Yəni özün elə əvvəldə dediyi kimi mən Allaha eşqim var, məhəbbətim var belə. Orada özün elə ələ salır. Bax belə şeydə. Yəni siz bu sözlər də ki, indi axırıncı dediyim söz, bəlkə də eşitirsiniz. Yəni Allaha canım qurban, Allaha. Allaha məsəl üçün Allaha canım qurban, ürəyim qurban. Allaha eşqim var, məhəbbətim var. Belə deyən adamları eşitmişdi, amma namaz qılmır, bir şey yox, o bir şey yox. Ona görə yəni ona qovuşmağa da çatmırsa, yəni o elə bil ki özünü ələ salırdı. Yəni belə bir şey. İmam Rızadan başqa bir hədis də deyim inşallah. Ondan sonra da inşallah tamamlayarıq. İmam Rıza'nın bir hədisi də var ki, İmam Rıza Aleyhisselam'dan bir hədis. Sadəcə bir elə İmam Rıza'nın yox, bir Quran ayəsi ilə söhbətimizi yekunlaşdıraq. Allah gördüyümüz hər yaxşı işi bilir. Bəqərə surəsi ayə 197. Və bugünkü mövzumuz da sona çatdı. Mən qısaca danışdım, çox uzun olmasın deyə. Hamınızı sevirəm, dua eləyirəm sizlərə də. Yəni bu oxunan hədislərə də, bu söhbətlərə də riayət etmək bizim hər birimizin borcudur. Yəni bunlar bizə qalacaq. Ən axırda dediyim Quran ayəsi də bunu deyir ki, Bəqərə surəsi ayə 197. Allah gördüyümüz hər yaxşı bilir. Hər yaxşı işi Allah gördüyümüz hər yaxşı işi bilir. Bəqərə surəsi ayə 197. Və bugünkü söhbətimiz də yekunlaşdı. Allah sizlərə dua eləyirəm. Allah şəhid rəhbərə də rəhmət eləsin. Dünyadan köçənlərimizə də rəhmət eləsin. Allah sizləri qorusun və bizləri qorusun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.